Ev problemi sizindir. Mənim ev problemimi sən həll edəcəksən. Ay dünya. İlan onun boğazına dolanım, ay dünya. Sən narahat olma. Mənim boynuma dolanası ilanım var. Otur. Qapını açan kimi bu fağır ilanı atarsan o əfi ilan bəstin üstünə. Başda Ceyran xanım, heç fərqi yoxdur. Ayy. Bir dəqiqə də nəyə Ceyran xala? Məhəbbət özü bir dəqiqə ilan kimidir. Məhəbbət o qədər mi acizdir ki, onun ev məsələsini Kakolimut süründən həll eləsin? Məhəbbətin bu dəqiqə ilan boğan vaxtıdır. Qara elə onu. Ay Məhəbbət mənim, bəlkə ilan dilini çıxartsın, zəhərindən qopsunlar da. O zəhərdə mənim özümdə də var. Lazım olsa mən özüm zəhər tökərəm bəstin üstünə. Adam döydə başa düşmür, ilandan da betərdir. Sən vuraram yumruğu dişlərini tökərəm qarnına. Nə deyir onu elə də? Görmüsən baraklik kimi salıb oyunda, neyini ki fağır ilan? Görmüsən ilanımın var, onun bir dənə fasonuna var. Ay Ceyran xanım, siz mənə hara gətirmişsiniz? Mənim ilanım müalicə alır əsəbdə. Bu da danışanda lap əsəbləşir. Çıstandı mı ilan? Nevrozdur. Hə. Çox danışmıram. Çox da sual verməyin, xahiş eləm. Gəlmişəm bizə kəlmə sizə söz deməyə. Başım ağrır, əsəbiyyəm dardı getdi. Xahiş eləm mənim sualıma cavab verin. Məhəbbət, ən yaxşı gəldin başına dönüm. Səni verənə şükür. Könül görənə şükür. Başına dönüm. Ala bu 50 qəpiyi. Qoy civa. Get burada dükanla bir qəşək çörək al. 10 qəpik də artıq qalacaq. Onu da kişisən. Qoy civa. Qoy cibində pul olsun. Yaxşı, alaram, otur, alaram. Mən sual... Sən yox. Sən də mənim sualıma cavab ver. Bu ev kimin adınadır? Xruşovun. Evet, Hacı. Xruşovun niyə? Xruşov devlər deyirdilər. Bax, kupçadır. Burada kimin adına yazdı? Bak kimin adınadır? Ev məhəbbətə məxsusdur. Ay sağ məhəbbətə məxsusdur. Deməli bu ev kimin adınadır? Xruşova. Xruşova niyə? Ay məhəbbətim, ne istərsən? Ev Xruşov devlər deyirdilər o vaxtlarımına. Ona görə də Xruşova məxsusdur. Reyka gel! Gel, sakin. Qoy, məhəbbət, təzarvadıqmısan başına dönüm. Ay məhəbbətim, belə təzarvadın xeyrin görəsən, belə sağlıqla işlədəsən. Məhəbbət sizə ilan dili çıxartdı, başa düşmədiniz. Mən dedim çıxın bu evdən, çıxmaz, nə olar? İndi Renka, ilanı çıxar, qoy ilan bunların öz dilində başa salsın, çıxsınlar bu evdən, çıxar. Xanım, indi bu ilanı çıxardım. Nə qədər sizi hərəməyibsə çıxın bu evdən. Ben size döne tapşırdım, getmədiniz. Ne olar, getmədiniz ki? İndi ilana denen boğsun, sancsın bunları. Denen. Uy, məhəbbət başına dön. En sağ qurban olumdan ayırmaq istəyirsən. Ayırmaq istəyirəm, indi ilan sıkışır, başa salacaq mı? Tehlikəlidir bu. Başına dönüp sen onun könlüne niye değilsen? Bir onu sıkallasın, tumarlasın. Bas xala bu. Siz kireçtiniz bambalı ilan da öyle sirkte elde oynasın. Bu adam yiyir bu ilan, adam yiyir. Ay məhəbbətim, onu da səni yeməz. Deyirəm, babam həmişə deyirdi ki, məhəbbət adam deyil. Deyirəm, ver onu sığallayayım, tumarlayayım, onun üzündən öpüm. Gedim süt gətirib içsin. Süt. Sen onu damandır burada, ben özüm de biraz korkuram. Bu ilan sütten yanıqmış ki qadan alım. Sevda, get biraz da süt gətir, qoy ilan içsin. İlana qulluq eləyək. Yaxşı. Süt gətirdin da ben... Burada niye ilanı giymişime versisi? Ama ben ilanı getirdim bura ki, ilanı korkup kaçsınlar bu evden. Buna bakın, basta koyundan ilan bəsləyir. Abi biraz yavaş danışın, bu reaksiya verə bilər. Reaksiya mən verirəm, Nevruz mənəm burada. Bizdə var. Mən yarım saatlıq şov proqramına gedirəm. Yarım saat tutardı, mən pulumu ver. Hadi ne şan göstərdin şov proqramını vermirəm mən sənə. Aha, şov proqramı istəyirsən. Bəli, xoşuma gəlmədi. Şiqalin xatirinə mən burada... Ala. Al. Ala. Pulumu ver.
Xahiş edirəm, mən çox tərpənməyim. Onu mənim sol elimdədir, götür. Ay, o başa sırıqdadır. Bas kamera baxır ki, Yok, başa sarı. boğar birdən məni. Sən, mən getdim. Ay, ay Allah, ay. Az yer az yer az. Məni yeyil ona qarşı acizdir.